Esselamu Aleyküm əziz izləyicilər. Bu günləri biz sizinlə 19 oktyabr tarixində keçirilmiş 6-cı siniflər üçün olan LGS 1-in riyazi məntiq suallarının izahları ilə tanış olacağıq. 41-ci sualımızın izahı ilə başlayaq. Bizə deyir ki, bizim bir 6 rəqəmli ədədimiz var və bizə lazımdır ki, bu 6 rəqəmli ədədimiz ən az olsun. Rəqəmlərinin cəmi 17 olmalıdır. Bizə onluqlar mərtəbəsindəki rəqəm, yəni bu rəqəm lazımdır. Və bizə rəqəmləri müxtəlif demir. Əgər rəqəmləri müxtəlif demirsə, mən nə edəcəm? Birinci rəqəmə 1 yazıram dərhal. Sonrakı rəqəmləri onsuz da sıfırları düzə-düzə gedəcəm. Sonuncu rəqəmə də həmişə 9 yazırsınız. Niyə görə? Ən arxadakı ədədlər nə qədər böyük olarsa, qabağa düşən ədədlər o qədər kiçik olacaq. Çünki sən cəmiyə verilən gücü, çünki fakt cəm 17 alınmalıdır da, həmin o cəmdəki o gücü, o artıqlığı verirsən sona. Buna görə də başa balaca ədədlər qalır. Tam tərsinə böyük ədəd tapanda da arxalara balacaları veririk ki, qabaqlara çatanda biz böyüdə bilək. Burada çünki cəm məsələsi var. Ürəyin istəyəni eləyə bilməzsən. Birinin arxasına sıfırları düzüb gedə bilmərik. Konkret cəm 17 eləməlidir. Qalanlarını sıfırlarımı düzürəm. Sonuncu rəqəmə də nə qalacaq bizdə? 1 ilə 9-u toplayıram 10 eləyir. Demək ki, burada 7 yazmalıyam. Yəni onluqlar mərtəbəsindəki rəqəm olacaq 7. Doğru cavab C variantıdır. 42. Çox sadə sualdır 42. A və B-nin hər biri bir rəqəmə əvəz eləyir. A və B-nin mərtəbə qiymətlərinin cəmi. Mərtəbə qiymətlərinin cəmi necə olur? A-nın yerində hansı rəqəm dayanıbsa, məsələn, tutalım 5 dayanıb. 5-i vururuq onun mərtəbə vahidinə. Məsələn, baxın burada 8. Hansı mərtəbədədir? Minliklərdədir. Demək, mərtəbə qiyməti olacaq 8000. Yəni 8-i 1000-ə vururuq, olur 8000. İndi A hansı mərtəbədədir burada? Təklik, onluq, yüzlük, minlik, 10 minlik, 100 minlik. Demək ki, A-nı 100 minə vurub, B-ni də 100-ə vurub, toplayanda bu ədəd alınıb. Buradan siz baxan kimi deyirsiniz ki, demək ki, A 8-dir, B də 3-dür ki, toplayanda bunları alınıb bu şəkildə bir ədəd. Yəni, bizdə alınıb, baxın buna, 800 min 300 alınıb. Yəni, demək ki, A-mız 8-dir ki, vurub 100 minə 800 min eləyib. B-miz də 3-dür ki, vurub 100-ə 300 eləyib. Bunlar da bir-birindən çıxanda alınır 5. Doğru cavab D. 43. Deyir ki, ən yüksək mərtəbəsindəki rəqəmi 3 olan rəqəmləri müxtəlif, ən kiçik 5 rəqəmli natural ədədin rəqəmləri cəmi neçədir? Demək, ən yüksək mərtəbədəki rəqəmi 3 olmalıdırsa, demək birinci rəqəmə 3 qoyacaq. Rəqəmləri müxtəlif olmalıdır. Ən kiçik 5 rəqəmli natural ədəd. Rəqəmləri müxtəlifdirsə, bura 0 qoyuruq təbii ki, sırazu. Çünki birinci rəqəm deyil də, yəni ikinci rəqəmə 0 qoya bilirəm. Sonra 1 qoyuram, sonra 2 qoyuram. Artıq 3-ü istifadə edə bilmərəm. Məcbur burada 4 qoyacam. Təkrar yoxlayıram. Ən yüksək mərtəbəsindəki rəqəm 3 oldu mu? Oldu. Rəqəmləri müxtəlif oldu mu? Oldu. 5 rəqəmli oldu mu? Oldu. Rəqəmləri cəmini tapıram. 4, 5, üzr istəyirəm, 4, 6, 10. Cavab oldu B variantı. Yəni 43-cü sualda doğru cavab B-dir. Keçirəm 44-cü suala. Deyir ki, şəfa yazı lövhəsindəki vurma əməlini böyük vuruğu yüzlüklərə, kiçik vuruğu isə onluqlara qədər yuvarlaqlaşdıraraq yerinə yetirir. Şəfanın əldə etdiyi nəticə həqiqi nəticədən neçə vahid çoxdur? Həqiqi nəticəmiz 254 vurulsun 36-dır. Digər nəticəmiz isə bunu yüzlüklərə qədər yuvarlaqlaşdırsam, özündən sonra 5 gəldiyi üçün bir vahid artacaq, olacaq 300. Onluqlara qədər yuvarlaqlaşdıranda özündən sonra 6 gəldiyi üçün bir vahid artacaq, olacaq 40. Bu bizdə eləyir 12, arxasında 3, 0. Digərində isə 254 vurmaq lazımdır 36-ya. Mən bir dənə tez kənarda vururam. Bu eləcə bizə 9144. Və ona görə də 12.000-dən çıxmaq lazımdır 9144. Bu da alınacaq 2856. Yəni doğru cavabımız olacaq D variantı. 45-ə baxaq. Deyir ki, Arzu telefon dükanından qiymətləri 1840, 1960 və 1980 manat olan 3, Sevil isə qiymətləri 1460 və 1250 manat olan 2 telefon bəyəndi. Arzu və Sevil bəyəndikləri telefonların hərəsindən birini aldılar. Onların telefon üçün ödədikləri qiymətlərin fərqi ən az neçədir? Fərqin az olması üçün birini az götürüb, digərini çox götürməliyəm. Yəni, azdan çoxu çıxmalıyam. Azdan çoxu çıxanda o zaman cavabımız ən az olacaq. Mən də baxıram bura. Ən az bu
5 dənə ədəddən verə biləcəyim ən az ədəd nədir? 1250-dir. Amma bura gərək 1250-dən kiçik ədəd olsun, verə bilməyəcəm. Növbətisinə baxaq. Növbəti ən az 1460-dır. Amma bura 1460 qoysam, gərək bura 1250-ni qoyum. O da mümkünsüzdür axı. Bura sən 1250-ni qoysan, 2 dənə eyni adamın qiymətini çıxırsan. Bu da olmaz. Növbəti kiçiyinə baxaq. Növbəti kiçiyi 1840-dır. Demək ki, mən bu 3 dənə ədəddən seçdim 1840-ı. Çünki bu 3 dənə ədədin ən kiçiyi 1840 idi. 1250-dən 1460-ı seçə bilmədim birinci ədədə. İndi o biri ədədə baxırıq. Artıq bunun içindən seçə bilmərik də biz. Digərindən seçirik, yəni bu ikisindən. Biz də dedik ki, ən azdan ən çoxunu çıxmalısan. Demək ki, mən buradan 1460-ı götürəcəm. Və bunları bir-birindən çıxıram. 380. Yəni doğru cavabımız olacaq B bəndi. Keçirəm 46-ya. 46-cı sualımızda bizə deyir ki, 9 dənə bölmədən ibarət qutunun hər bir bölməsinin içindəki muncuq sayları verilib. Ümumilikdə 47 muncuq götürüldü. Muncuq götürmə işi tamamlananda içində muncuq qalan bölmələrin sayı ən az neçə olar? Muncuq qalan bölmələrin sayının ən az olması üçün biz burada böyük ədədlərə çalışacaq dəyməyək. Biz burada götürəndə kiçik ədədlərdən götürəcək ki muncuqları. Onlar tamamilə bitsin. Yəni buradan mən 7-ni götürəcəm. 7-ni. Sonra gəlin qırmızı qələmlə qeyd edeyim. 7-ni götürəcəm. Sonra 8-i götürəcəm. Bu elədi 15. 9-u götürəcəm. Bu elədi 24. 11-i götürəcəm. 35. 12-ni götürəcəm. 47. Demək ki, 1, 2, 3, 4. 4 dənə bölümü qalacaq. Cavab olacaq B variantı. 47. Şəkildə olduğu kimi 3 nəfərdən ibarət 2 şagird qrupu oyun oynayırlar. Hər bir şagird 4 rəqəmli ədəd deyir. Yüzlüklərə qədər yuvarlaqlaşdırır. Hər komanda öz daxilində yuvarlaqlaşan ədədlərin cəmini tapır. Və 2 qrupda cəmlər bərabər olur. Buna görə sual şərti göstərilən şagirdin dediyi ədəd aşağıdalardan hansı ola bilər? Əslində qalsa tam riyaziyyatdır da. Yəni burada riyazi məntiqli bir hissə yoxdur. Ümumiyyətlə bayaqdan yazılmış sualların əksəriyyəti. Ortaya riyazi məntiq girən nə oldu? Bunu sizə şəkilli formada verir və sizdə burada deyir ki, baxın hansı ola bilər. Çünki burada yüzlüklərə qədər yuvarlaqlaşdıranda biz indi tapacaq ki, filan ədəd alınmalıdır burada. Həmin ədədə baxacaq ki, variantlardan hansı yüzlüklərə qədər yuvarlaqlaşdıranda həmin ədəd alınır. Gəlin baxaq. Birinci, bu hissədəki ədədləri yuvarlaqlaşdıraq. Bunu 100-yə qədər yuvarlaqlaşdırsam, alınacaq bizdə 4700. Bunu yuvarlaqlaşdıranda alınacaq 3300. Bunu yuvarlaqlaşdıranda isə 100-yə qədərimiz alınacaq 9900. Bunları toplayaq. 4700, 3300, 9900. 0, 0, 19, 1 yadda. Burada eləyəcək bizdə 16, bir də yadda 17. Yəni 17900. Gəlin digər tərəfə baxaq. Yuvarlaqlaşıram 100-lüyə qədər 3200. Bu olacaq 6700. Toplayaq bunları. 3200 ilə 6700-ü toplayaq. Bu elədir 9900. İndi 17900-dən çıxıram 9900-ü. Görək ki, bizim cəmimiz neçə alınmalıdır. Bu da eləyir 8000. Demək ki, mənə lazımdır ki, burada olan şagirdin dediyi ədəd yuvarlaqlaşanda 8000 eləsin. Baxaq. Bunu 100-lüyə qədər yuvarlaqlaşanda 8000 eləməz. 8100 eləyər. Bunu 100-lüyə qədər yuvarlaqlaşanda da 8100 eləyər. 100-lüyə qədər yuvarlaqlaşanda 8000 eləyir, cavab C-dir. Buna baxaq. 100-lüyə qədər yuvarlaqlaşanda 7900 eləyir. Demək ki, də olmaz. Həqiqətən də doğru cavabımız oldu C variantı. Keçirəm 48-ə. Deyir ki, rəqəmləri müxtəlif ən böyük 5 rəqəmli cüt ədəd ilə. Ən böyük 5 rəqəmli cüt ədəd. 9, 8, 7, 6. Sonuncu rəqəmdə 5 yox, 4 verirəm ki, cüt olsun. Minliklərə qədər yuvarlaqlaşdırdıqda 12000 alınan ən böyük ədəd.
Minliklərə qədər yuvarlaqlaşdıranda 12.000 alınan ən böyük ədədi tapmaq üçün bu ədədin üzərinə 499 gəlmək lazımdır. 100-lüyə qədər olanda 49 gəlirik. 1000-liyə qədər olanda 499, 10.000-liyə qədər olanda 4 arxasına 3 dənə 9, yəni 4999. Həmişə birinci rəqəmi 4 yazırıq ki, yuvarlaqlaşanda ədəd böyüməsin. Qalanların hamısını da 9 düzürük. Ona görə alınacaq 12499. İndi bu ədədləri çıxırıq. Variantda da sonuncu rəqəmin 5 ilə bitən bir dənə C variantı olduğu üçün birbaşa onun cavabını yazacağam. Yəni doğru cavabımız olacaq C variantı. Keçək 49-a. Deyir ki, qalıqlı bölmə əməlində qalıq 2 rəqəmli cüt ədədə, natural qismət isə, natamam qismət isə 2 rəqəmli tək ədədə bərabərdir. Bölünən ən az neçə olar? Gəlin bax yazaq. Bölünən yazıram. Bölünən, bölünsün bölən, bərabərdir. Natamam qismət. Burada qalıq. Və biz də bilirik ki, buradan bölünəni tapmaq üçün bölən vurulur natamam qismətə, üzərinə gəlinir qalıq. Bölünənin az olması üçün demək ki, böləndə natamam qismətdə qalıqda az olmalıdır. Verə biləcəyim qalığa ən az 2 rəqəmli cüt ədəd nədir? 10. Qalıq oldu 10. Verə biləcəyim natamam qismətə 2 rəqəmli tək ədəd ən az nədir? 11. Bəs bölən nədir? Burada bir dənə qayda bilməlisiniz. Bilməlisiniz ki, bölən mütləq şəkildə qalıqdan böyük olmalıdır. Bəzən uşaqlar götürüb birbaşa 1 yazırlar. Müəllimə cavab səhvdir. Qətiyyən elə bir şeylər eləməyin. Bölən mütləq şəkildə qalıqdan böyük olmalıdır. Demək ki, bölənə 10-dan böyük ədəd verməliyəm. Verə biləcəyim 10-dan böyük ən kiçik ədəd nədir bəs? 11. Demək olacaq 11 vur 11, üstə gəl 10. 121-in də üstünə 10 gəlirəm, cavab edir 131. Yəni doğru cavabımız olacaq A bəndi. Baxaq görə bir də fərqlidir falan deyirmi? Yox. Yəni demir ki, bizdə ədədlər fərqli olmalıdır. Ona görə 2 dənə 11 verə bilərdim. Keçirəm 50-yə. Aşağıda verilən kartların hər birinin ön və arxa üzlərində bir natural ədəd yazılıb. Hər iki kartın ön və arxa üzlərindəki ədədlərin hasili bir-birinə bərabərdir. Buna görə iki kartın arxa üzlərində yazan ədədlərin hasili aşağıdakılardan hansı ola bilər? Demək, burada birinci gəlin ən kiçiyini tapaq. Hasil ən az neçə ola bilər? Bunu bilmək üçün əkyob bilməlisiniz. Yəni həm 22-yə, həm də 20-yə bölünən ən kiçik ədəd axtarıram. 22 ilə 20-nin əkobunu tapaq. Əslində ardıcıl cüt ədədlərin əkobunun tapılması düsturu var idi. Elə gəlin bu misal üçün də onu da deyim sizə. Ardıcıl cüt ədədlərin əkobu A vur B bölü 2 düsturu ilə tapılır. Ona görə yaza bilərəm 22 vur 20 bölü 2. 20 ilə 2-ni ixtisar edərəm 10, 22-ni də ona vuraram 220. Yəni mən hasilə ən az 220 düşünə bilərəm. Ən az belədir. Onda 22-nin arxasında olan ədəd gərək 10 olsun. 20-nin arxasında olan ədəd isə gərək 11 olsun ki, vuranda 220 eləsin. Bunu da hasili, deyir, arxasında yazılanların hasili vursaq bir-birinə alınacaq 110. Və 110 variantımız da var. Demək doğru cavab olacaq B bəndi. Burada hansı ola bilər deyir. Çünki burada müxtəlif cür hasillər var. Burada demir ən az. Ən az desə 110-dan başqa cavab yoxdur. Amma burada ən az demədiyi üçün burada başqa cavablar da alına bilir. Ona görə yazıb ki, hansı ola bilər. Çünki bir neçə variant var əslində qalsa burada. 51. Aşağıdakı iki ədədin hasilində neçə yüzlük var? Müəllimə bu ədədləri bir-birinə vurmaq istəmir. Ona görə kənarda tez vurum. Sonra sizə onun tapılmasını öyrədim. 415-i vururam 354-ə. Alınır 146.910. Bizə deyir ki, hasildə neçə yüzlük var. Bir ədədin neçə yüzlüyü olduğunu bilmək üçün 100-ün 2 sıfırı olduğu üçün sonla 2 rəqəm silmək lazımdır. Yerdə qalan bizim yüzlüklərimizin sayıdır. Yəni cavab eləyəcək 1469 C variantı. 52. Müəllim şagirdə abaq üzərində bu ədədi göstərməyini istəyir. Əlinin abaqında bəzi muncuqlar əskikdir. Bunun üçün ona əlavə neçə muncuq lazım olacaq? Demək ki,
Baxaq. Bu ədədi 6-ya tamamlamaq. Üzr istəyirəm, əlimdəymişdi. Bu ədədi 6-ya tamamlamaq üçün üstünə 5 gəlmək lazımdır. 2-yə tamamlayanda 2 muncuq qoymaq lazımdır. 4-ə tamamlayanda 2 muncuq. Sonra 5-ə tamamlayanda 4 muncuq. Sonra 3-ə tamamlayanda 1 muncuq. 2 muncuq. 7 olması üçün 5 muncuq. 6 olması üçün 4 muncuq. 8 olması üçün 5 muncuq. Toplasaq 5, 10, 15. Bunlar bir yerdə 20, 22, 24, 26, 30. Yəni bizə 30 muncuq lazımdır. Cavab olacaq D. 53-cü sualımız. Deyir ki, hər həftə eyni sayda kitab olması üçün ən az neçə kitabın yeri dəyişdirilməlidir? Bilirsiniz bu sualları necə həll etmək lazımdır? Əgər lazımdırsa ki, sizə hərəsində eyni qədər olsun, bilməlisiniz ki, neçə dənə olmalıdır. Bunu bilmək üçün isə toplayıb sayına bölürsünüz. Ki, bilməlisiniz ki, hərəsi eyni ədəd olaraq neçə olmalıdır. Gəlin hamısını toplayaq. Demək 30, 26-nın üstünə 34 gələndə bu eləcə bizdə 60, yəni 90. 90 üstə gəlinsin, bu eləyir bizdə 46, 46-nın da üstünə 32 gələndə 78. Yəni eləyir ümumi 168. 168 də bölürəm sayına. 2, 4, 6-ya. Düşəcək bizdə 2, 28. Demək ki, burada bütün ədədlər 28 olmalıdır. 28 olması üçün nə edəcəm? Baxaq. Baxın, bundan 2 dənəsini götürüb bunun üstünə qoyacağım. Yəni, bundan 2 dənə götürəcəm, bunun üstünə qoyacağım. Bu da olacaq 28, bu da olacaq 28. Buradan 4 dənəsini götürüb bunun üstünə qoyacağım. Bu da olacaq 28, bu da olacaq 28. Və buradan da 6 dənəsini götürüb bunun üstünə qoyacağım. Bu da olacaq 28, bu da olacaq 28. Yəni, diqqət eləsəz ədədləri 2 vahid artan sırayla verdiyi üçün sadəcə belə uyğun yer dəyişmələr eləyəndə bura 2 dənə, bura 4 dənə, burada 6 dənə versə işimiz tamamlanır. Yəni, ən az 12 dənə kitabın yeri dəyişməlidir. 2, 4, 6-nı topladım. Cavab oldu B. Bizə deyir ki, 4 müxtəlif natural ədədin hasili 260-dır. Bu 4 ədədin cəmi ən çox neçə ola bilər? Cəmin çox olması üçün vuruqlar bir-birindən uzaq olmalıdır. Vuruqlar nə qədər bir-birindən uzaq olarsa, cəmimiz o qədər böyüyər. Məsələn, tutalım deyirəm, hasili 20 olan ədədlərin cəmi ən çox neçə olur? 1-dən 20-ni götürərsən 21 olar. Ən az desəksə, hasili əgər 20-dirsə 4-dən 5 götürərəm, ən az 9 olar. Yəni, vuruqları bir-birinə yaxın götürəndə cəmimiz balacalaşır. Uzaq götürəndə isə cəmimiz böyüyür. Vuruqları bir-birindən uzaq götürmək üçün nə götürərəm təbii ki? Mütləq birinə 1. Götürdüm birinə 1. Müxtəlif dediyi üçün digərini artıq 1 götürə bilmərəm. Nə götürə bilərəm? Növbəti ən az da, yəni uzaq olsun da, axırıncı ədədə böyük vuruq qalsın. 2 götürə bilərəm. Çünki 362-yə bölünür. Növbəti 3 götürərəm. Çünki 3-ə də bölünür. Bu eləyir bizdə 6. Demək ki, burada bir dənə 60 götürəcəm. Şo. Vuruqlar bir-birindən uzaq oldu. Yəni, götürdüm 60-ı dünyanın o başından, 1, 2, 3-ü də bu başından. Həqiqətən də bir-birindən uzaq oldular. Bunların da cəmi ən çox toplasaq 66 eləyəcək. Yəni, cavab olur C variantı. Keçirəm növbəti suala. Deyir ki, aşağıda verilən yük maşını ən çox 1770 kq yük daşıya bilir. Aha, bu maşını idarə edən şəxs 90 kq-dır. Bir dənə yeşiyə 12 dənə su yerləşəcək. Bir boş yeşiyin özü 20 kq-dır. Bir şüşə suyun kütləsi 5-dir. Daşınma zamanı bütün yeşiklər dolu olmaq şərti ilə bu maşınla ən çox neçə yeşik su daşına bilər? Birinci, təbii ki, biz maşını idarə edən şəxsin çəkisini çıxırıq. 1770-dən 90-ı çıxaq. Suallar həqiqətən çox sadədir. Bu eləyir bizdən 1680. Demək ki, ümumi 1680. Gəlin indi bir dənə yeşiyə baxaq. Çünki bizə lazımdır ən çox neçə yeşik. Bir yeşiyi tapaq. Sonra da 1680-i bölək həmin yeşiyin sayına. Görək neçə dənə alınacaq. Bir yeşiyi tapıram. Baxın. Bir boş yeşik 20. Üstə gəl. Sonra bir yeşikdə 12 dənə su var. Hər bir suyun da kütləsi 5-dir. Bu eləyəcək bizdə onda 60 üstə gəl 20, 80. Demək ki, bir dənə yeşik 80-dir. 1680-i də bölürəm 80-ə.
Sıfırları silək, 168-i 8-ə bölürəm. 21. Demək ki, 21 dənə yeşik su daşıya bilərəm. Cavab olur B bəndi. Sonra 56. Deyir ki, A, B, C, D, Y müxtəlif rəqəmlərdir. A-nı B-yə vuranda bərabər olur D vur Y-yə. Bu şərti ödəyən ən böyük 5 rəqəmli natural ədəd ilə ən kiçik 5 rəqəmli natural ədədin fərqlərinin rəqəmləri cəmi neçə olacaq? Məsələn, bu tam riyazi məntiq sualıdır. A vur B bərabərdir D vur Y. Biz bilirik ki, ədədin böyük ədəd olması üçün birinci rəqəmi böyük olmalıdır, ikinci rəqəmi böyük olmalıdır, üçüncü rəqəmi bu qaydada gedir. Onda birinci rəqəminin ən böyük olması üçün mən birinci rəqəmini düşünürəm 9. Çünki sən digər ədədləri böyütsən də birinci rəqəmə məsələn 3 yazandan sonra nə mənası var? Tutalım ki, sən B, D, Y-nin hamısını böyük ədəd götürmüsən. Birinci rəqəm 3 olandan sonra, 5 olandan sonra, 7 olandan sonra heç bir mənası yoxdur. Birinci rəqəm nə qədər böyük olsa, o qədər yaxşıdır. Görək indi ikinci rəqəmə nə verə bilərik? B. Elə olsun ki, hasilin eynisini burada da düzəldə bilim də. Məsələn, bura 9-dan 8 qoymuşamsa 72, buranı da 72 eləməliyəm. Elə bir iki dənə rəqəm var, buranı da 72 eləsin. Yox. Onda demək 8 qoya bilmərəm. 7 qoysam 63 eləyir. Təzədən 63 əmələ gətirəcək başqa iki ədədim yoxdur. 6 qoysam 54 eləyir. 54-ü burada düzəldə bilərəmmi? Xeyr. 54-ü də düzəldə bilməyəcəm. 5 qoysaq, bu da qəşəng olmur. 4 qoysaq, 4 qoyanda artıq alınır. 36 eləyir. Amma 36-nı başqa iki ədədlə düzəldə bilmirəm. 8, 7, 6 vur 6-da ancaq. Bu da olmur. 3 qoysaq 27 eləyir. 2 dənə təzədən rəqəm tapamıram. Buranda 27 eləsin. Nə qədər düşdük aşağı? 2 qoyaq. 18. 18-i artıq düzəldə bilərəm. Bizdə D, Y-dən öncədir. Demək D-ni daha böyük götürməliyəm. 18 alının 6 vur 3 var. 6-nı D-yə verdim. 3-ü də Y-yə verdim. Şu. Ən böyüyü bu olacaq. İndi baxın. A, B, C, D, Y. Bunu biraz aşağıdan yazım. Ki bunun altına ən kiçiyini də qeyd edəcəm. Demək, burada biz A-ya verdik 9, B-yə verdik 2, D-yə verdik 6, Y-yə verdik 3. 8-i hələ istifadə eləməmişəm. Ona görə C-yə 8 verəcəm ki, müxtəlif rəqəmlərdir deyir də, qoyun böyük olsun. İndi gəlin ən kiçiyini fikirləşək. Ən kiçik düzəltmək üçün nə verərəm? Təbii ki, ədədin ən kiçik olması üçün birinci rəqəmdən nəyi götürəcəm? Təbii ki, də 1-i götürəcəm. Birinci rəqəmdən 1 versəm, bura 2 verə bilmərəm. 1 vur 2 başqa yoxdur. 3 versəm, 1 vur 3-dən başqası da yoxdur. Sonra 4 versəm, 1 vur 4, 4 eləyir. Ancaq 2 vur 2 götürə bilərəm, başqa yoxdur. 5 də versəm yoxdur. Amma 6 versəm artıq var. 6, 2 vur 3-dür. D öndə olduğu üçün D-yə 2 verəcəm, Y-yə 3 verəcəm. Onda alınacaq A-mız 1, B-miz 6, D-miz 2, Y-miz 3, C-yə də kiçik olması üçün 0 verirəm. Çünki 0 da bir rəqəmdir. 0-ı unutmayaq. İndi bu fərqi tapacam. Sonra da rəqəmləri cəmini tapacam. Yəni, bu yuxarı qaldırım. Gəlin bu fərqi tapaq. 0, 4, 8, 6, 7. Bizə deyir ki, bu fərqin rəqəmləri cəmini tap. 13, üstə gəl 12. Bu edir 25. Cavabımız olacaq A variantı. Keçirik növbəti sualımıza. Deyir ki, aşağıda uzunluğuna tullanma yarışı edən 3 idmançının tullanma nəticəsində düşdükləri nöqtələrin mövqeləri verilib. Aydın, Bilal və Muradın tullanma xəttinə olan uzunluqları uyğun olaraq A böl 4M, 4M və 24 böl BM-dir. Daha doğrusu burada M metrdir. Üzürlü sayın. Yəni A böl 4 metr, 4 metr və 24 böl B metr. Baxaq buram. A və B natural ədədlərdirsə, A vur B hasili ən çox neçədir? Demək, Aydın, Bilal və Murad. Aha. Mən buradan belə başa düşürəm ki, Aydının cavabı Bilaldan kiçik olur. Muradın da cavabı hamısından böyük olmalıdır. Yəni 24 böl B hamısından böyük olmalıdır. Gəlin bir dənə yazaq bura. Mən artma sırası ilə yazacağam. Birinciyə A böl 4 gəlməlidir. Sonra 4 gəlməlidir. Sonra 24 böl B gəlməlidir. Bizə lazımdır hasilimiz çox olsun. A ilə B çox olsun. Gəlin baxaq. 4-dən kiçik verə biləcəyim ən böyük ədəd nədir? 3. Onda bunun 3 olması üçün A-ya 12 verərəm.
Yəni nə qədər böyük olsa o qədər yaxşıdır. Burada isə tam tərsinə. B-mizi böyütməliyik və elə böyütməliyik ki, 24-ə böləndə 4-dən böyük ədəd alınsın. Bu da ancaq 6 ola bilər də. 24-ü 4-ə böləndə 6 eləyir, olduğu kimi qalır. Olmaz. Demək 24-ü 4-ə bölərəm ki, 6 eləsin, 4-dən böyük olsun. Çünki 5 eləyə bilmir axı 24-ü nəyisə böləndə 5 eləməz. Demək B-nin yerinə 4 qoyacağam. A-mız 12-dir, B-miz 4-dür, vuranda da alınacaq 48. Görək hansı variantdır? Ah, yoxdur cavab. Müəllimə hardasa səhv elədi. Tez bir dənə baxım tezdən. Burada indi diqqət edirəm ki, bizə demir ki, bu ədədlərin cavabı natural alınmalıdır. Mən belə götürürəm, deyirəm 5-ə bölünmür 24. Bölünməsin də, kəsrlə alınsın. Bəyəm ola bilməzmi ki? A ilə B natural olmalıdır. Amma onların düşdükləri uzunluqlar natural olmasa da olar. Onda dəyişiklik eləyək. Bir dənə burada cavablarımızda. Artıq yanlış həll eləmiş oluram. Yazacağım bərabərsizliklə. Demək, A böl 4 kiçik olmalıdır 4-dən. Natural olmalı deyil ki. A naturaldır. Amma böləndə alınan cavab natural olmaya da bilər. Necə diqqətsizlik elədi müəllimə belə. Alınır A kiçikdir 16. Demək ki, A-mız ən çox nə ola bilər? 15. 15 tapdım. Natural olması üçün bəli 12 olmalıdır ən az. Amma burada natural demir axı. A ilə B də natural. Aldığı cavablar natural deyil. Ona görə A-ya 15 verdim. İndi bu hissəni həll eləyək. Demək 24 bölü B böyükdür 4-dən. Buradan da alınır ki, B kiçikdir. Çünki əslində qalsa 5-ci sinifdə biraz keçirik bunu. Bölmə olanda bərabərsizlik işarəsi əksinə dəyişir. 24-ü 4-ə böləndə alınır 6. Demək B 6-dan kiçik olmalıdır. 6-dan kiçik də verə bilərəm 5. Bunları da bir-birinə vuranda alınacaq 75. Yəni cavabımız A bəndi. Keçirəm növbəti. 58. Deyir ki, üzərində 1-dən 9-a qədər rəqəmlər yazılan dairələr var. Hər biri bir dəfə istifadə olunmaqla yan-yana qoyulur. 9 rəqəmli bir ədəd düzəlir. Bu ədədin hər bir sinifindəki rəqəmlərin cəmi 15-dir. Əldə edilə biləcək ən böyük ədədin miniklər sinifindəki ədəd aşağıdakılardan hansı olacaq? Baxaq. 5, 6, 7, 8, 9. Baxın, bunların da cəmi 15-dir, bunların da cəmi 15-dir, bunların da cəmi 15-dir. Və ən böyük ədədi düzəltməliyəm. Ən böyük ədəd. Ən böyük ədəd düzəltmək üçün də birinci mərtəbəsi nə qədər böyük olsa, mənə o qədər sərf eləyəcək. Yəni, mərtəbədəki ədəd nə qədər böyük olarsa, o qədər yaxşıdır. Ən böyükə verəcəm 9 təbii ki. Sizə bayaqları öyrətmişdim. Demişdim ki, ədədi böyütmək üçün sonuncu rəqəmini ən az verəcəksən. Ona görə sonuncu rəqəminə də 1 verirəm. Belə çıxır ki, burada yazacağam 5. Toplayanda 15 elədi. Görək indi belə alınırmı? Yəni 951 qoymaqla mən bu nəticəni əldə edə bilirəmmi? Buranı indi böyüdək. Bura yazacağam 8. Bura artıq ən böyük olması üçün 2 yazacağam. Gərək onda bura 5 olsun. Görürsünüz, alınmır. 1-i yazmışam, amma ona görə 2 yazdım. 2 qoyanda alınmır. Təzədən 5 olar. 5-imizi də istifadə eləmişik. Onda 3 qoyaq. 8-dən 3-ü toplayanda 11. Burada yazdım 4. Bu da hazırdır. 7 qoyuram. Demək, 1 istifadə olundu. 2-miz qalıb. 2-ni qoyacam mən axıra. Bir də 6-mız qalıb. Ədədimiz hazırdır. Yəni, minliklər sinifindəki ədəd aşağıdakılardan hansı olacaq? Baxın, bura təkliklər sinifidir. Bura minliklər sinifidir. Burada milyonluqlar sinifidir. Bizə minliklər sinifini istəyir. Diqqətli olun. Minliklər sinifi, baxın, budur. 843. Yəni, cavab olacaq C variantı. Keçirəm 59-a. Deyir ki, bu rəqəmlərin hər birindən ümumilikdə bir dəfə istifadə olunmaqla əmələ gələn 4 rəqəmli 2 ədədin fərqi ən çox neçə olar? Fərqin çox olması üçün birinci rəqəmi böyütməliyəm, ikinci rəqəmi kiçiltməliyəm. Birinci rəqəmə ən böyük nə verə bilərəm? 7, 6, 5, 4. İkinci rəqəmə ən az 1, 0, 2, 3. Çıxaq. 1, 3, 6, 6. Niyə bu qədər asandı oldu görəsən? Baxırıq indi sonuncu sualımıza. Bizə deyir ki, biz bura 4-dən 16-ya qədər olan cüt ədədləri yazmalıyıq. Yəni 4, 6, 8, 10, 12, 14, 16. Bu cüt ədədlərdən birini yazmalıyam.
Diaqonallar üzərindəki ədədlərin cəmi də bir-birinə bərabər olmalıdır. Baxın, burada x-in önəmi yoxdur. Çünki onsuz da bu diaqonalı hesablayanda sən orada x hesablayırsan. Bu diaqonalı hesablayanda da x hesablayırsan. Bu diaqonalı hesablayanda da x hesablayırsan. Yəni nəticə dəyişmir də. Ortadakı x həmişə hesablanır. Yəni əslində qalsa bu ikisinin cəmi bu ikisinin cəminə bərabər olmalıdır. Onun da cəmi bu cəmə bərabər olmalıdır. Belə düşünə bilərsiniz. Buna aid bir sual keçən il səhv etmirəmsə Lütfizadəyə də düşmüşdüm. Bayaqları yanınızda da bir dənə sual var idi. Biz orada dedik ki, cəmləri 28 olsun. Götürdüm, ümumi hamısını topladım, böldüm sayına, tapdım ki, hə, demək ki, bütün ədədlər 28-ə bərabər olmalıymış. Ona uyğun payladım. Bu da onun kimidir. Demək ki, burada 2, 4, 6, 7 dənə ədəd var. Mən bura 6 dənəsini yerləşdirməliyəm. Və həmin o 6 dənəsindən cüt-cüt cəmlər bir-birinə bərabər olmalıdır. Yəni 6 dənə ədəd veriləndə hər dəfə 2-2 cəmləri bir-birinə bərabər olmalıdır. 6 dənə ədəddən hər dəfə 2-2 bir-birinə bərabər olması üçün neçəyə bölərsən? 3-ə. Yəni sənə 6 dənə ədəd verilibsə, deyirsə ki, hər dəfə cüt-cüt bunlar bir-birinə bərabərdir. Çünki cütlükdür də burada. Bundan bunun cütü, bundan bunun cütü və bundan bunun cütü. Bunlar bir-birinə bərabər olmalıdır. 6 ədəddən hər dəfə 2-2 bir-birinə bərabər olmalıdırlarsa, həmin o cəm neçədir bilmək üçün o 6 dənə ədədin cəmini bölmək lazımdır 3-ə. Bizdə isə 7 dənə ədəddir. Yəni bu 6 dənə ədəddən bir dənəsi, yəni bu 7 dənə ədəddən bir dənəsi getməlidir oradan. Geriyə qalmalıdır 6 dənə ədəd. Onların da biz bölməliyik 3-ə, tapmalıyıq ki, o cəm neçədir. Məntiqi yəni buradan gəlir. Onda belə eləyirik. Gəlin bunların hamısını toplayaq birinci. Bu neçə eləyir? 20, 20, 20, bir də 10. Bu eləyir bizdə 70. Demək, ümumi cəmdən, yəni 70-dən mən bir dənə ədəd çıxmalıyam. O bilinmir, hansı ədəddir? Yəni x-i çıxıram da, buradakı x-i. Amma hansı ədəddir bilmirəm. Onu çıxmalıyam. Və alınan fərq bölünməlidir 3-ə. 3-ə bölünən ədəd alınmalıdır. Baxaq görək hansını eləyə bilirəm. 70-dən 4 çıxanda 3-ə bölünürmü? Bəli. 6 çıxanda bölünürmü? Xeyr. 8 çıxanda bölünürmü? 62. Xeyr. 10 çıxanda 60 eləyir, bölünəcək. 12 çıxanda bölünmür. 14 çıxanda bölünmür. 16 çıxanda bölünəcək. Demək ki, bizim həmin o x ədədimiz 4, 10 və 16 ola bilər. 4, 10 və 16. Bunlar da vururam bir-birinə. Bu da eləyir bizdə demək 640. Yəni doğru cavabımız olacaq C variantı. Bununla da bütün suallarımızın izahını bitirdik. Təxmini 30 dəqiqə vaxtımız getdi. Suallar qəşəng suallar idi. Əksəriyyəti lakin sadə idi. 60 maraqlı bir sual idi. Çox bəyəndim. İnşallah növbəti video izahlarda görüşənədək sağ olun, salamat qalın.